Bu elimdə gördüyünüz kitabı mənə bir psixoloq tövsiyə etmişdi. Bənsiz biz olmaz. Əgər yaşadığın sevgi münasibətlərində daim eyni problemlərlə üzləşirsənsə, bu kitab sənə işıq tutacaq bir bələdçidir. Sərhad Yabancı sevgi və münasibətlərdə balansın vacibliyini vurğulayır. Kitabda deyir ki, münasibətin ən sağlamı boz tonda olanıdır. Yəni münasibətdə nə həddindən artıq susmaq, nə də həddindən artıq mübahisə etmək doğru deyil. Həddindən artıq susmaq insanın ehtiyaclarını gizlətməsinə, həddindən artıq mübahisə isə enerjisini boş yerə sərf etməsinə səbəb olur. Bu, sevgi münasibətlərinin uzun müddətli sağlamlığını təhlükəyə atır. Əgər sənin münasibətlərində çox mübahisə varsa, orada bağışlama mexanizmi işləməyəcək. İnsan xoşbəxt olmağa deyil, haqlı olmağa fokuslanacaq. Problem münasibətdə deyil, ünsiyyət və davranış tərzindədir. Əgər sən də hal-hazırda belə bir münasibətdəsənsə, unutma ki, problemin bir tərəfi də səndə ola bilər. Bəzən biz qarşı tərəfi deyil, öz içimizdə yaratdığımız obrazı sevirik. Onun davranışlarını deyil, onunla qurduğumuz xəyalları müdafiə edirik. Və ayrıldıqda itirdiyimiz insan deyil, itirdiyimiz idealımızdır. Bu anlayış insanın münasibətlərini daha da realist görməsinə kömək edir. Həyatımızda yaşanan bəzi sevgi münasibətləri zərərə işləyən şirkət kimidir. Əgər fikirlər və yanaşmalar dəyişməyəcəksə, batan bir işə sərmayə sərf etməyə dəyməz. Sağalmayan hər yara qanamağa davam edir. İnanaraq bitirə bilmədiyimiz sevgi münasibətləri sonrakı seçimlərimizi və sağlam ruhumuzu zədələyir. Sərhad Yabancı kitabında həmçinin vurğulayır ki, münasibətlərdə özünə hörmət və enerjinin qorunması vacibdir. Enerjimizi sovuran insanlardan uzaq qalaraq, sevgi və hörmətin qarşılıqlı yaşana biləcəyi insanlara şans verməliyik. Münasibət həm xoşbəxtlik, həm də böyümək üçün bir vasitə olmalıdır. Əlimdəki bu kitab sayəsində sən öz sevgi münasibətlərində yaşanan problemləri anlaya və onları yönləndirə bilərsən. Münasibətlərdə balansı tapmaq, bağışlama mexanizmini işlətmək və qarşılıqlı sevgi yaratmaq mümkündür. Unutma, sevgi həm rahatlıq, həm də xoşbəxtlik gətirməlidir. Heç bir münasibət səni davamlı yorub enerjini sovurmamalıdır.